Diqqət axşam yoxlanışı. Mayor Hüseynov Əfqan Qaraxanoğlu. Azərbaycanın milli qəhrəmanı Mayor Hüseynov Əfqan Qaraxanoğlu vətənin azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Mayor Hüseynov Əfqan Qaraxanoğlu 1963-cü ildə paytaxt Bakıda dünyaya göz açıb. Bütün uşaqlar kimi böyüməyə, məktəbə getməyə can atan Əfqan artıq məktəb illərindən gələcəyini, həyatını bağlayacağını peşəsi haqqında düşünməyə başlayır. Taleyin onu hara aparıb çıxaracağından asılı olmayaraq Əfqan qəti qərar vermişdi. Uşaqlıq dövründə də digər uşaqlardan, digər həmyaşıdlardan fərqli bir həyat tərzi sürüb. Heç vaxt heç nədən şikayət eləməz. Lap körpəlik dövründən deyirəm mən. Çünki mən ondan böyükdüm yaşdan. Problemi olanda da o problemi çalışardı o özü həll eləsin. Yəni nə valideynlərinə, nə böyük bir qohum əqrəbiyə bildirməzdi. Əfqan qardaş demək az idi ona. O atanı əvəz edir. Hələ atanın sağlığında o atamızı əvəz edirdi. Mən də evin kiçiyi olduğuna görə biraz şıltaq idim. Yəni mən bu şıltaqlığımla oynayan Əfqan idi. ...1980-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini başa vurub, Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olunur. Hərbçi təbiəti ilə seçilən Əfqan Hüseynov taxım komandirinin müavini təyin edilir. O, nizam, intizamı, diqqət və cəsarəti ilə hər zaman seçilərdi. Artıq 21 yaşında SSR Müdafiə Nazirinin əmrinə əsasən ona leytinant hərbi rütbəsi verilir. Çox qeyrətli, çox ciddi bir insan idi. Onu uşaqlıqdan biz bu əlamətlər onda görürdük. Hərbi məktəbinə daxil oldu. Onu qutarandan sonra məlum olduğu kimi Əfqanistana getdi. Əfqanistan savaşında iştirak elədi. 7-ci sinifdən o getdi Naxçıvanski məktəbə, onu evdə heç kim bilmədi. Orada imtahan verib keçəndən sonra atası, anası bildi ki, bu uşaq hərbiyə imtahan verib keçib, yaxşı da keçib. O, hətta Əfqanistanda, 2 il Əfqanistanda oldu. Onun ailəsi, anası, atası, heç birimiz biz bilmədik ki, o Əfqanistandadır. Sonra qayıtdı, gəldi öz vətəninə, Azərbaycana, başqa yerdə xidmət edirdi. O devirdə də ki, Qarabağ savaşı çox ciddi bir şəkildə gedirdi. Əfqanın ürəyi durmadı. O da Milli Qvardiyada öz fəaliyyətini davam etdirməyə başladı. Ətrafına çoxlu mərd igidlər seçdi. Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra təyinatla Simferopol şəhərinə göndərilir. 1985-1987-ci illərdə Sovet qoşunlarının tərkibində Əfqanistan Demokratik Respublikasında gedən döyüşlərdə iştirak edir və bir neçə dəfə ağır yaralanır. Döyüşlərdəki igidliyi yüksək qiymətləndirilən Azərbaycan oğlu Qırmızı Ulduz ordeni ilə təltif edilir, 1986-cı ildə isə leytinant rütbəsinə layiq görülür. Vətənə qayıdandan sonra xidmətini bir vaxtlar böyük həyata vəsiqə aldığı hərbi liseydə davam etdirir. 1992-ci ilin oktyabrın 29-unda döyüş bölgəsində təlim toplanışı keçərkən onun təlim toplanışında şəxsi liderliyinin, onun idarə etmə bacarığının yüksək səviyyədə olduğunun şahidi olduq. Bir komandir kimi yox, bir insan kimi çox yaxşı adam idi. Çox. Ürəyi açıq, qəlbi təmiz. Bildiyini kiməsə öyrətmək üçün, hərbinin sirlərini kiməsə öyrətmək üçün yaranmış bir adam idi. O, Əfqanistandan döyüş yolu keçib bizə gəlmişdi və keçdiyi döyüş yollarından da bütün taktiki məşğələlərində bizə toplaşıb danışardı, öyrədərdi.
1992-ci ildə yeni yaradılan Milli Qvardiya alayına komandir təyin edildikdən sonra onun hərbçi taleyində yeni bir mərhələ başlayır. 1992-ci ilin iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı döyüşlərdə yaxından iştirak edir. Həmin döyüşdə düşmənə zərbə endirilərək hücumun qarşısı alınır. Bu şərəfli döyüşlərdən sonra kapitan Hüseynov Əfqan Qaraxanoğlu mayor hərbi rütbəsinə layiq görülür. Biz evlənəndə artıq Əfqan Azərbaycan Milli Qvardiyasında hərbi qulluqda idim və onu tez-tez Qarabağ döyüşlərinə göndərirdilər. Mən Əfqanı çox böyük, çox gözəl bir insan kimi tanıyırdım. Məktəbdə də o çox yaxşı oxuyurdu və mən bilirdim ki, hamı ona bir zabit kimi hörmət eləyirlər. Son döyüşə gedəndə mən də getdim, anası zəng vurdu mənə ki, gərək sən qoymayasan onu getməyə. Elə bir ki, ana qəlb axır, hər şeyi hiss eləyir. Deməli, gəldik. Mən bir dəfə, iki dəfə dedim, mən çünki o xasiyyəti çox gözəl bilirdim. Onu öz istəyindən, yəni ki, döyüşdən ayırmaq, yəni demək ki, getmə, qulaq asma. Sonra sadəcə anamın xahişini nəzərə alıb, mən də bir-iki dəfə dedim, getmə. Mən də ki, getməliyəm də, mənim vəzifə borcumdur. Əfqanın qəhrəmanlığı vətənini sevməsində, ona bağlı olmasında idi. Müstəqil Azərbaycanın torpaqlarını qorumağı vətən oğlu kimi özünə borc bilirdi. Ailəsinin də gözü yolda idi. Onlar da müharibənin bitməsini, Əfqanın körpə qızına qovuşmağını səbirsizliklə gözləyirdilər. Onun ailəsinə qovuşması doğma yurdumuzun üzərində qara buludların çəkilməsi demək idi. Əfqan da gözləyirdi. Düşmənləri darmadağın edərək geri dönmək, müstəqil Azərbaycanın keşiyində dayanmağı arzulayırdı. 1992-ci ilin noyabrın 1-də Milli Qvardiyanın şəxsi heyəti Əfqan Qaraxanoğlu Hüseynovun başçılığı ilə döyüşə atıldı. Döyüşdən qabaq, şəxsi heyətin döyüş qabağı düzülüşündə döyüş tapşırığını verərkən o belə bir ifadə işlətdi. İgidlər bircə dəfə ölür, qorxaqlar isə hər an ölür. Əfqan Hüseynovun vətən, torpaq sevgisi 1992-ci il noyabrın 1-də Laçın rayonunun Səfiyan və Quşçular kəndləri uğrunda gedən döyüşlərdə əbədiyyətə çevrildi. Canını tərəddüd etmədən vətən yolunda qurban verən Əfqan Hüseynov öz qəhrəmanlığı ilə əbədi həyat simvoluna çevrildi. Şəhidlik, şöhrət, qeyrət zirvəsidir. O zirvəyə, bütün dünyada zirvələr çoxdur. O zirvələrə yüksəlmək üçün müəyyən üsullardan alpinistlər qalxır, hamısını fəth edirlər. Amma şəhidlik zirvəsini fəth eləmək üçün bir yolu var, o da şəhid olmalıdır. Elə onun bu şəhid olmaq, o bilirdi də hara gedir, vətən uğrunda bilirdi ki, Azərbaycan torpağını sevməyi, Azərbaycan xalqına xidmət etməyi biz örnək olaraq milli qəhrəmanımız Əfqan Hüseynovdan öyrənməliyik. Bu bizim üçün böyük məktəbdir. Yeganə evladı Nigarı da mən inanıram ki, əgər sağ olsaydı, onu həddən artıq çox istəyərdi. Çox səmimi, gözəl, mehriban bir insan idi. Hamımızın da ürəyində indiyənə qədər elə də qalır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 262 sayılı fərmanı ilə Əfqan Qaraxanoğlu Hüseynov ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görüldü. Milli qəhrəman Əfqan Hüseynovun xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır və bu üstün bu günləri açılması bir daha nümayiş etdirir ki və etdirəcək ki, Azərbaycan xalqı əyilməzdir, yenilməzdir. Azərbaycan xalqı qəhrəmanlar xalqıdır və Azərbaycan xalqı öz ərazi bütövlüyünü təmin edəcək, öz torpaqlarını azad edəcək və Əfqan Hüseynov kimi qəhrəmanların
qanı yerdə qalmayacaq. Əfqan Hüseynov düşünmədən irəli getdi və sonda qazandı. Əbədilik, şəhidlik zirvəsini qazandı. Doğma yurdumuz da çiçəkləndi. Aparılan düzgün siyasətin, dövlət qayğısının nəticəsində müstəqil Azərbaycanımız bugün inkişaf edən ölkələr sırasındadır. Hər zaman var ol, vətən, yaşa ki, biz də yaşayaq. Can qurban etmənin vaxtı çatıbsa, səndən hansı namərd əsirgəyər can? Qoyuram başımı ayaqlarına, ey ana torpağım, ey Azərbaycan. Üstünə ateşlər yağan torpağım, məhəbbət ocağım, ülfət ocağım. Ay mənim hamıya bar verən bağım, ah çəkmə buludlar yanar.